Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about things to do in summer. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are right fit for you. Let's get started. First one is denize gitmek. Denize gitmek. Denize gitmek. Denize gitmek. Denize gitmek means going to the beach. Going to the beach. Denize gitmek. Denize gitmek. Going to the beach. For example, yayda insanlar denize gelir, güneşlenir ve üzür. Yayda insanlar denize gelir, güneşlenir ve üzür. Yayda insanlar denize gelir, güneşlenir ve üzür. It means in summer people go to the beach, sunbathe and swim. In summer people go to the beach, sunbathe and swim. Yayda insanlar denize gelir, güneşlenir ve üzür. In summer people go to the beach, sunbathe and swim. Güneşlenir, sunbathe. Üzür, swim. Səyahətə çıxmaq. Səyahətə çıxmaq. Səyahətə çıxmaq. Səyahətə çıxmaq. Səyahətə çıxmaq. Səyahətə çıxmaq. Səyahətə çıxmaq means going on a trip. Going on a trip is səyahətə çıxmaq. For example, ailemle birgə yeni yerləri səyahət etməyi sevirəm. Ailemle birgə yeni yerləri səyahət etməyi sevirəm. Ailemle birgə yeni yerləri səyahət etməyi sevirəm. It means I love travel or going to trip new places with my family. I love travel new places with my family. Travel also like səyahətə çıxmaq. Səyahətə çıxmaq is also travel, and that's why I said this. Like I love travel new places with my family. And dondurma yemək. Dondurma yemək. Dondurma yemək. Dondurma yemək. Dondurma yemək is eating ice cream. Eating ice cream. Eating ice cream. Dondurma yemək. Dondurma yemək. Dondurma is ice cream. Yemək means eat. Yani that's why it should be dondurma yemək. Dondurma yemək. Eating ice cream. Yayda sərinləmək üçün dondurma yemək yaxşıdır. 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 Means eating ice cream in summer is a like good way to cool down. Good way to cool down. Eating ice cream in summer is like a good way to cool down. Velosiped sürmək. Velosiped sürmək. Velosiped sürmək. Velosiped sürmək. Velosiped sürmək means riding a bicycle. Riding a bicycle. Riding a bicycle is velosiped sürmək. For example, hər gün velosiped sürmək həm idmandır, həm də əyləncəlidir. Hər gün velosiped sürmək həm idmandır, həm də əyləncəlidir. Hər gün velosiped sürmək həm idmandır, həm də əyləncəlidir. Means riding a bike every day is both exercise and fun. Riding a bike every day is both exercise and fun. Riding a bicycle or bike every day is both exercise and fun. Yani hər gün velosiped sürmək həm idmandır, həm də əyləncəlidir. Həm də əyləncəlidir. Hər gün velosiped sürmək həm idmandır, həm də əyləncəlidir. That's it. I hope you enjoyed and learned something. If you're interested in personalized language instruction, please check out the first link in the description.
what apply and see if our lessons are right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşürüz.